Azərbaycan Prezidenti İlham Əliyev mayın 27-sində Latifa Laçın tikiş fabrikinin açılışında iştirak edib. Bakı Abadlıq Xidmət MMC-nin baş direktoru Bünyad Qasımov dövlət başçısı İlham Əliyevə fabrik barədə məlumat verib. Qeyd edək ki, Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-sında açılışı olmuş Laçın Aqrosənaye Parkı fəaliyyətini genişləndirir. Rayonun Zərdi kəndində yerləşən parkda artıq 12 müəssisə fəaliyyət göstərir. Bildirildi ki, sənaye parkında daha 2 müəssisənin işə başlaması nəzərdə tutulur. Bunlardan biri Latifa Laçın tikiş fabrikidir. Ümumi dəyəri 1,2 milyon manat olan müəssisədə 30 yeni iş yeri yaradılacaq. Fabrikdə gündə 2000 ədəd tekstil məhsulu istehsal olunacaq. Buraya ev tekstili, idman dəstləri, ekskluziv geyimlər və digər məhsullar daxildir. Uzun illər Ermənistan tərəfindən işğala məruz qalmış Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində həyata keçirilən geniş miqyaslı layihələr regionun iqtisadi potensialının reallaşdırılması ilə paralel şəkildə davam etdirilir. Yeni istehsal və xidmət müəssisələrinin istifadəyə verilməsi əhalinin dayanıqlı məskunlaşmasına və məşğulluğun təmininə geniş şərait yaradır. Eyni zamanda Laçın Sənaye Parkında istehsal müəssisələrinin qurulması, innovativ texnologiyaların tətbiqi və ixrac yönümlü məhsul hazırlanması baxımından böyük əhəmiyyət daşıyır. Bütün bu addımlar Qarabağ və Şərqi Zəngəzuru ölkənin iqtisadi inkişafının mühüm komponentlərindən birinə çevirir. Bölgənin ümumilikdə ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirir.